Başa düşəcəksiniz nə üçün bayaqdan gülümsürəm. Eyüp Yaqubov qonağımdır və Eyüp bayaqdan məndən soruşur. Bütün meyxana stilində oxuduğum mahnıların hamısını burada oxuyum, yoxsa yox? Mən də deyirəm ki, əlbəttə bizim elə o mahnılardan çox xoşumuz gəlir. Baxmayaraq ki, Eyüp meyxana stilində olan mahnılarla çıxdıqdan sonra tamaşaçı qarşısına çox gözəl bəstəkar mahnıları oxudu, çox gözəl lirikalar ifa elədi və bu dəqiqə mən Eyüpə dediyimi sizə də demək istəyirəm. Mən maşına oturan kimi Yağış yağır bu şəhərə mahnısına qulaq asıram. Demək olar artıq bir aydır. Eyüp, sən xəbərin var, bir ay bir dənə mahnıya sən qulaq asmısan gecə gündüz. Səndə belə şey olub? Olub. Yalan demə, hansı mahnı olub? Məsələn, çox uzun müddət qulaq asmışam, amma bilmirəm vaxtını dəqiq bilmirəm, amma uzun müddət qulaq asmışam. Məsəl üçün, hansı mahnıya qulaq asmışsan? Bu qədər. Bax, mən indi sən Yağış mahnıva qulaq astığım qədər sən nəyə qulaq asmışsan? Misal üçün, mən Hacı Babaya qulaq asmışam, Hacı Baba Hüseynova. Gecə gündüz qulaq asmışsan. Sonra, məsələn, yadım belə şey kimi demirəm, yəni əvəz kimi demirəm. Sənə də qulaq asmışam uzun yəni, amma belə, yəni... Yağış yağır bu şəhərə Aygün Səməzadənin mahnısıdır da, səhv eləmirəmsən. Sözləri kimindir? Kəmalə Abiyeva. Sözləri. Sözləri Kəmalə Abiyevanın. Mən sənə bir söz deyim, Eyüp. İndi mən sənə də demək istəyirəm, tamaşaçılarımıza da. Eyüp oxuyan mahnılar nəinki köhnəlmir də. Get-gedə, məsəl üçün, mən yaxşı bir 2 ildir də qulaq asırıq, hə? Demək olar ki. Onlar təxminən 2 ildən... 2 il bundan əvvəl də xoşuma gəlirdi. Amma indi elə bil ki, hər gün qulaq asmaq istəyirəm. Yəni, güya ki, bayatlaşmalı idi əslində mahnı. Çünki məclislərdə filanda da mən səni görəndə çox oxumusan bu mahnını. Amma elə bil ki, bir ay bundan əvvəl mən Parikmarski'da idim və radioda Eyüp'ün bu Yağış yağır bizim bu şəhərə mahnısını verməyə başladılar. Mahnı çaldı. Eyüp elə təzə başlamışdı oxumağa. Əlbəttə, hər yerdə olduğu kimi insanların axı hamısı musiqini başa düşmürlər. Bəziləri yalnız görüntü sevirlər. Və orada Parikmaxırda kimsə götürdü, çevirdi deməli radionun o kanalını çevirdi və Eyüp'ün səsi kəsildi. Ondan sonra mən dedim ki, Fəridə get, Eyüp'ün diskini al, gətir, mən burada diskini qoyacağım Eyüp'ün. Getdi, Fəridə aldı, gətirdi diski. Parikmaxırda disk işləmirmiş. Neyse, diski işlədə bilmədik. Mən biraz hirsli qaldım orada. Amma ondan sonra demək olar ki, bax, bu bir ay müddətində elə gecə-gündüz maşına minən kimi o hayfımı çıxıram. Hər gün Yağış mahnısına. Mən üçün əlbəttə ki, çox xoşdur. Ümumiyyətlə, mən... Sənə bir sual vermək istəyəm, Eyüp, sözü kestim balavun toyunda inşallah. Sən çıxdın meyxana stilində olan mahnılarla da, Bakıda belə buna Blackmail mahnılar deyirlər, amma yəni bu da Bakı kəndlərində olan və bütün Azərbaycanın çox rayonlarında olan folklorumuzdur da bizim meyxana stilində olan mahnılar. Məsəl üçün, sən bir dənə oxumuşdun Qurban olum damadama şalvarıma. Mən də bunu balacalıqda eşitmişdim. Sən eşeği ol, mən də benim dalıma. Mən də bunu həmişə Cahat üçün oxuyuram. Ay Cahat, qurban olum mən sənin damadama şalvarıma. İndi bunu oxu bizimcə bu mahnını və mənə başa sal görə, bax, necə oldu ki, siz İmanovla bir yerdə meyxana stilinə belə təzə mahnılar yazmağa başladınız. Bilirsən, Elçin İmanovla bir yerdə bir neçə belə eksperimentlər demək olar da biz elədik və doğrudan da uğurlu oldu. Elçin İmanov çox istedadlı bəstəkardır. Yəni, həmi bu istiqamətdə və yaxud lirik mahnılar, məsələn də, eşitmişsən, məsəl ki, bu 30 ilin meyxanasıdır da, Qurban olum damadama şalvar. Onu necə ağlınıza gəldi ki, mahnı ilə Elçin, məsələn, çox yaxşı alınırdı. Ondakı meyxananı, məsələn, o vaxtı ikən oxunulmuş, məsələn, elə Qurban olum damadama şalvar var və yaxud Samolyotu da o yazıb. Samolyotu da o yazıb. Samolyot biraz başqa
başqa bir şeydir, başqa Və simpatiçnidir. savremennidir, Savremennidir, onu da o simpatikdir. yazıb. Onu da o yazıb. Sonra Sonra baxır sağına, soluna Ağabala, onu da o yazıb. onu da Qarabalanı da. Qarabala. Sonra vaxt var Vaxt var idi, milyoner idi Qarabala. Ağabala Çaykovski. Hə. Deməli Hamısını o yazıb, sözlərini də özü yazıb. sözlərini də, musiqisini də. Mən belə şey görməmişdim valla. Hə, mən bunu bir neçə dəfə yəni efirdə demişdim. İndi mən başa düşürəm. Də sənin də ümumiyyətlə yaradıcı insanlar da görsən ki, Fikri dağınıq olur. fikri dağınıq olur. Nəysə ola bilər ki, eşitmir ya nəzər olur. Təbiidir. Amma mən onu demək istəyirəm ki, çox doğrudan da meyxana və mahnı sintezini məsələn o vaxtı biz eləyə bildik. İkiniz bir yerdə fikirləşdiniz. O bilirsən, ümumiyyətlə məni düşünüb mənə ruhuma görə o mahnıları Bəs yazmış. mənə çox maraqlıdır ki, bax bu sən Rəvan Habiloğlu mahnısını oxudun. Aygün Səmədzadənin, Nadir Əzimovun və bir çox bəstəkarların da Elçin İmanovdan sonra. Onların necə ağlına gəldi ki, məsəl üçün sən meyxana stilində mahnı oxuyan bir müğənni, çünki mən səni tanıyıram, mən bilirəm ki, sən hər şey oxuya bilərsən. Amma onlar necə bildilər ki, sən lirikanı belə bu formada oxuya bilərsən? Bilirsən niyə? Çünki o vaxt artıq yəni biz Elçinlə o mahnılardan əlavə bir neçə lirik mahnılar da işləmişdik. Yəni Elçin yazmışdı. Hansıları yazmışdı? Ana. Mikayıl Müşfiqin sözlərindən. O da Elçin. Sən onun klipini gətirməmisən? Göstərərdik tamaşaçılarımıza. Dönə-dönə İndi yox, sonra məsələn Küləklər. Küləklər də o yazır. Sonra bir Sonbahar adlı bir lirik. Biz Elçinlə bu üç... Ana bilirəm, Küləklər o qədər də fikir verməmişəm. Bəlkə yağış gözümü çox bərk-bərk tutmuşdu ki, o bilirsən. Amma ana mahnısında çox ağlamışam. Yəni doğrudan da çox duyğulu bir mahnıdır. Demək istəyirəm ki, bu yəni o vaxtı Elçinlə bu lirik mahnıları da işləmişdik deyə eşitmişdilər bəstəkarlar və o hiss eləmişdilər imkanları. Oradan fikir gəlib ki, sən lirika qəşəng oxuya bilərsən. Ona görə sonra müraciət eləmişdim. Mən alo demək istəyirəm. Alo. 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 Bəli. Salam Brilliant xanım. Aleyküm salam. Salam Eyyub müəllim. Aleyküm salam. Xanım özünüzü təqdim eləyin. Dubaydan narahat edirik. Hardan? Hardan? Dubaydan. Dubaydan, ay maşallah, Dubayda. Mən keçən dəfə də sizin verilişinizə zəng vurmuşdum. Sən vurmuşsan. Bilirəm, Dubaydan kimsə zəng gelib, amma adını yəqin ki. Elə Eyyub müəllim idi keçən dəfə sizin qonağınız. Onda qapadın bu telefonu. Deməli, sən Eyyub'a görə zəng gelirsən, Nigar. Nigar, Dubayda qulaq asırsınız Eyyub'a mahnılarına. Hə? Nigar. Salamlar göndərirəm Eyyub müəllimə. Çox bəyənirik onun mahnılarını. Çox sağ olun. Dubayda qulaq Siz asırsınız. albomlarını gözləyirik. Qulaq asırsınız Dubayda mahnılarına Eyyub'a. Bəli, qulaq asırıq, space görsədir. Hansını çox sevirsən mahnısını Eyyub'un? Ana mahnısını çox sevirəm. Dəniz. Dəniz. Mənə dəniz verin. Aha, sonra... Yəni kim bilir? Nigar, sən necə fikirlərsən? Eyyub elə meyxana stilində mahnıları daha çox oxusun, yoxsa lirika daha çox oxusun? Bilirsiniz, biz o vaxtı Aydın çıxan mahnıları ilə biz böyümüşük də, yəni. Aydının mahnıları ilə, hə. Bəli, eşitmişik. Sonra Eyyub müəllim oxudu o elə stildə. Bəyənirik. Çox sağ ol, Nigar. Biz uğurlar arzu edirik. Bütün vətəndən uzaq olan bəziləri iş üçün gedir, bəziləri ailələri işləyir, ona görə vətəndən uzaqda yaşayırlar. Hamınıza təşəkkürümüzü bildirmək istəyirik və hamınıza uğurlar arzu edirik. Qəribçilik çəkməyəsiniz, bunu arzu edirik. Və Eyyub, sən indi damadama şalvar var. Qurban olun. Oxay, mən bilsəydim bir dənə damadama şalvar giyinərdim bugün. Hə, Eyyub. Deməli, o Elçin İmanovundur da, hə? Aha, Elçin İmanov. Mənə baxın, mən də yaxşı-yaxşı mikrofon götürəcəm, mən də oxuyacağım. İndi mən sizə deyim ki, mən oğlum üçün yazmışam bunu onun telefonuna. Mən ona zəng eləyəndə orada oxuyur. Qurban olum, mən sənin damadama şalvarıma, sən eşək ol, ay cahat, məndə mənim dalıma. İndi sən oxu bu mahnını bizim üçün. Hə. Ay, cahat buradaymış. Mən də elə bildim, cahat eşitmirmiş. Vay
vay, məni evə buraxmayacaqsınız bugün. Sadəcə mən cəhədə başa salıram ki, mənim bütün tamaşaçılarım mənim xasiyyətimə bələddirlər və istəyirəm ki, onlar mənim nə edirəmsə hər şeydən xəbər tutsunlar. Buyur, Eyüp. Məmnuniyyətlə. Hala. Bak yine etrafıma kurban olum ben senin dama şalvarıma. Ay kız öldürdü beni hasreten bir bakışıma. Gülü kapasan hoşkada maral kimi geçirsen. Hey anam papokkova düşmeni dirilirsen. Modunu sana fanında melek kimi geçirsen. Ben tarafa baksana düşmeni dirilirsen. Ay kız baksana ceylan bana baksana. Baksana ceylan mene baksana. Yüreğimi yüzümü sen bele nazlana nazlana. Yüreğimi yüzümü sen bele nazlana nazlana. Kurban olum ben senin dama şalvarıma. Telefondaki sesin balsam olur canıma. Kurban olum ben senin dama şalvarıma. Simit boy tebessümün nur saçır otağıma. Sen de müasir kızsan ben de sanır menniyem. Bir herdeki yaransın yerine eski aile. Verim sana andinan gecem dönüp gündüze. İzini ver gel şu nişan adresini ver bana. Ay kız baksana ceylan bana baksana. Yüreğimi yüzümü sen bele nazlana nazlana. Ay kız baksana ceylan bana baksana. Yüreğimi yüzümü sen bele nazlana nazlana. Yüreğimi yüzümü sen bele nazlana nazlana. Baksana ceylan nereye baksana. Yüreğimi yüzümü sen bele nazlana nazlana. Ay kız baksana ceylan nereye baksana. Yüreğimi yüzümü sen bele nazlana nazlana. Ay kız baksana ceylan nereye baksana. Yüreğimi yüzümü sen bele nazlana nazlana. Ay kız baksana ceylan nereye baksana. Yüreğimi yüzümü sen bele nazlana nazlana. Yüreğimi yüzümü sen bele nazlana nazlana. Çok sağ ol. Çok sağ ol. Gördünüz ki sizin de yerimizə oynadım o ki var. Alo deyirəm. Alo. Alo. Yaxşı, deyəsən telefon zəngimiz alınmır. Eyüp, sən indi danışırdın Aygün Səmədzadənin Bakı haqqında yazdığı mahnıdan. Hazırdır mahnı, oxuya bilərsən bu axşam bizim üçün? Mahnını hələ ki yox, çünki ona görə ki Allah qoysa kliplə bərabər mən istəyirəm verim. Çünki onda daha yəni necə ətraflı belə mahnı kliplə bərabər olanda Görürsünüz ki, nə ağıllıdır Eyüp. Mahnını kliplə bir yerdə vermək lazımdır. Yoxsa bəzi adamlar qoymurlar mənim mahnımın normal çıxsın. Və doğrudan da çox belə mənə elə gəlir ki, çox gözəl alınıb. Yəni Aygün Səmədzadə
çox Sözləri istedadlı, kimində? özünə məxsus belə dəst xətti var və o da Kəmalə sözləri Kəmalə xanım Abiyevanındır. Necə ki yağış yağır bu şəhərə. Nədəndir Bakı haqqında? Və bu dəfə də bu ikilik Sən Əlibaba Məmmədovun da çox gözəl Canımsan, gözümsən Bakıya oxumuşdun mahnısını. Bu necə mahnıdır? Bu bilirsən necə, onu bir eşitmək lazımdır da. Yəni mən onu indi deyə bilmərəm. Sazla, sözlə vəsf eləmək lazımdır. Onun həm sözləri mənə gəlir ki, hər bir kəsin ürəyincə, hər bir Bakıda doğulub, boya başan adam üçün çox belə doğma olacaq. Musiqisi də həmçinin. İnşallah. Amma mən çox istəyirəm ki, dünyada yaşayan bütün Azərbaycanlılar Bakını öz paytaxtları kimi qəbul eləsinlər. Bakını öz paytaxtı. Çünki bu belə də var. Bütün dünya Azərbaycanlılarının paytaxtı Bakıdır. Qabaq deyirlər Təbriz idi, qoy Bakı olsun. Və mən çox istəyirəm ki, nə qədər Azərbaycanlılar var, gələ bilsinlər Bakıya və Bakı böyüsün, evlər tikilsin, küçələr böyüsün. Yəni, nə olar ki, hamımız lap yığışaq Bakıya. Bəs Moskva elə oldu, çox böyüdü. Moskva qabaq bu boyda deyildi ki, indi gör nə qədər tikirlər və demək olar ki, Moskva kənarında olan yerlər də artıq Moskvanın özü hesab olunur. Mən də çox istəyirəm ki, bu mənim həmişə arzum olub ki, Bakı daha da böyük olsun, daha da genişlənsin və heç qərib yerdə Azərbaycanlılarımız qalmasın, hamı yığışsın bura. İnşallah və hamı elə bilirəm ki, bu Bakı mahnı məmnuniyyətlə mahnısını qəbul edəcəklər, İnşallah mən də düşünürəm ki, gələcəkdə belə də olacaq. Bir də Nadirin mahnısını sən oxumusan, hansı mahnısını? Və Təzə mahnılardan danış bizim üçün. Ən təzə mahnılardan son lirik. Vağzalı heç. Mən sizə bir söz deyim də, əziz tamaşaçılarımız. 2 gün bundan əvvəl Eyyubun ifasında bizim Vağzalı mahnımıza ithaf olunmuş bir musiqi eşitdim. Onu da Nadir Əzimov bəstələyib. Çox gözəl də bəstələyib. Sözləri kimindir? Bilirsən sözləri? Sözləri İlham, bizim münəccim. İlhamın neymiş sözləri? Dur yola sal balanı. Halal olsun İlhama da Nadirə də çox qəşəng mahnıdır. Sən də elə oxumusan ki, yəni insan göz yaşı tökmədən dinləyə bilmir. Mən inanıram ki, indi tamaşaçılarımız hamısı dinləyəcək bugün mütləq inşallah bu mahnını və məmnun qalacaqlar. Hələ ki, çoxsa eşitməyib, hə? Artıq bu neçə vaxtı radioda gedir, bir aya yaxın olar. Və ondan da başqa, Nadir Əzimovla daha başqa bir lirik mahnımız var. Yəni son zamanlarda. Biz ümumiyyətlə albom axı buraxdıq Nadir Əzimovla. Tezəsini hazırlayırsınız deyəsən albomu? Yox. Çünki hələ bu albom bir neçə ayda çıxıb. Mən eşitmişəm o albomun adı Alışdım artıq. Orada vağzal var? Orada yox, vağzalı yoxdur. Çünki vağzalı sonradan yarandı. Orada başqa, deməli, Alışdım artıq, sonra Cəmilə var. Cəmilə var, sonra Neylərəm var. Neylərəm, Unutdun məni. Fəridə alıb mənim ki o disk. Qulaq asmış. Vağzalı isə sonra yarandı və yağış istədim. Son zamanlar bu radioda çox verilir. Sən özünə ləzzət eləyəndə mahnı, mən onu sənin qulaq asanda o dəqiqə hiss eləyirəm ki, sənə çox ləzzət edir. Bəzi mahnılar var, hiss eləyirəm, qulaq asıram sənə, görürəm ki, o qədər də sənə ləzzət eləməyib. Bəs necə onları oxuyursan? Necə? Bəzi mahnılar var, hiss eləyirəm ki, sənə o qədər də ləzzət eləməyib. Onları necə oxuyursan? Sadəcə diskdə olmaq üçün? Yox, bilirsən, elə olur ki, təbii ki, bütün mahnılar tam ürəyicə olmur da. Amma ya da ki, sən o anda, sən oxuduğun anda bəlkə sənin əhval-ruhiyyəvə uyğun gəlməyib o mahnı. Ola bilər belə olsun? Çox ola bilər. Məsəl üçün, Neylərəm, sonra Həsrətin yollarındayım, bayaq dediyim kimi yağış, bu oxuduğun oynaq mahnılar. Bunlar hamısı hiss olunur ki, sən onları belə çox ürəklə oxumusan. Qoy bir dənə alo deyim, söhbətimiz davam eləyək. Alo.
Yox, bəs telefon səsi gəldi. Yaxşı. Alo yox imiş, biz istəyirik sənə qulaq asaq. Sən mənə dedin ki, indi sən təzə mahnı oxuyacaqsan. Bir dənə deməli mən O da yağışdı. O da yağışdı. O da belə bu da bir maraqlı alınıb bizdə. Nadir Əzimov. Yağışın birini mən istəyirəm, sən də başqasını mənə sırıyırsan yani. Yağışın. Yəni o Hansını? artıq Çıxarsın. yağış yağır bu mahnı şəhərin oxuyacaqsan? mahnısı. Hə, Yəni buna danış. Bir. çoxdan Hə. Təzə yağış oxumaq istəyirsən. artıqdır ki, bu mahnı Tut çünki çıxartdırma. Hə. amma bu yeni mahnı. İstəyirsən də eşidəsən. Nadirin də. Nadir Əzimov. Oxa. Benim kimi dolmuştu göyler. Ben yağış istedim, yağmadı yağış. Aktı yüreğime gözümün yaşı. Buludun gözünden çıkmadı yağış. Bakıp gözlerime göyler ağladı. Karıştı bu yağış gözyaşlarıma. Nice xoşbəxt idi yağan yağışlar. Dönəndə çəmənin naxışlarına. Yağış istedim, yağış istedim, el açıp göğe yağış istedim. Götürdü dünyanı hayım harayım. Yağış istedim, yağış istedim, el açıp göğe yağış istedim. Yağdı gözlerimden öz yağış payım. Yağdı gözlerime, yağdı bu yağış. İlahi bu nece körek yağıştı. İsindi həsrətdən sevdalı qəlbim. Damla gözlerime göyler yığıştı. Bakıp gözlerime göyler ağladı. Karıştı bu yağış gözyaşlarıma. Nice xoşbəxt idi yağan yağışlar. Dönəndə çəmənin naxışlarına. Yağış istedim, yağış istedim, el açıp göğe yağış istedim. Götürdü dünyanı hayım harayım. Yağış istedim, yağış istedim, el açıp göğe yağış istedim. Yağdı gözlerimden öz yağış payım. Yağış istedim, yağış istedim, el açıp göğe yağış istedim. Yağış istedim, yağış istedim, el açıp göğe yağış istedim. Yağdı gözlerimden öz yağış payım.
Bunu bal koyun da biraz. Xoşuma gəldi Cema. Yaxşıdır, все-таки другой yaxşı. Bu da şey, qəşəngdir. Bu da bu yerə. Başqadır. Совсем другой это. Bu da интересно şeydir. Ona bir dəfə qulaq assın. Sən dəhşətsən. Mən olsa gündə sənə çağırmam. Bütün verilişlərimi sənə çağırmam. İkimiz oturalım. Bu da biraz da birinci dəfə естественно, nə şeyi hələ sırası açılmır.